Salam əziz şagirdlər və abituriyentlər. Gəlin sizlərlə bir yerdə bugün xətti sürət dərsinə aid olan 48 tipli bir sualla tanış olaq. Şərtdə deyilir ki, radiusu 6 metr olan, deməli bizə çevrənin radiusu verildi. R bərabər oldu 6 metrə. Hansı ki bu cisim çevrə üzrə bərabər sürətlə hərəkət edərəkdən A nöqtəsindən B nöqtəsinə 2 saniyə müddətində gəlir. Zaman verildi. T bərabər oldu 2 saniyə. Onun xətti sürətini, yəni V-ni bizdən soruşur. Şərtdə də P-min qiyməti verilib. Baxın, çevrə üzrə də A nöqtəsindən B nöqtəsinə müəyyən bir bucaq çizərəkdən 60 dərəcə bucaq çizərəkdən gəlir. Biz də bilirik ki, hansı ki 1 tam dövrə sərf olunan zamandır. Bəs 1 tam dövr nədir? A nöqtəsindən cisim başlayıb yenidən qayıdıb öz yerinə qayıdarsa, yəni A nöqtəsinə qayıdarsa, onda o 1 tam dövr çizir. Və həmin o 1 tam dövrə sərf olunan zaman period adlanır. Amma buradakı cisim A nöqtəsindən B nöqtəsinə 60 dərəcə bucaq çizib. Əgər ki 1 tam dövr eləsəydi, A-dan başlayıb yenidən A-ya gəlsəydi, onda 360 dərəcə bucaq çizərdi. O 60 dərəcə bucaq çizib. Onda baxıram görüm 360-ın neçə hissəsini çizib? Əlbəttə ki 360-ı 60-a bölərəm, qalacaq 6. Deməli o çevrənin 6-da 1 hissəsini çizib. Deməli onda mənim baxın bu zamanım periodun 6-da 1 hissəsinə bərabərdir. Yəni kiçik T bərabər olacaq 6-da 1 vuraq böyük T-yə. Kiçik T zaman böyük T də perioddur. Artıq buradan kiçik T-nin əvəzinə 2 yazarım. 6-da 1 vuraq böyük T. Buradan T-yi tapdıqda olacaq 12-yə. İndi baxın, periodum var, radiusum var, P-nin qiyməti var. Xətti sürət soruşur. V bərabər olacaq 2pi r bölək böyük T. Yerinə yaza bilərəm. 2 vuraq, P-nin qiyməti 3, radiusun qiyməti var 6, T-nin də qiyməti var 12. 2 vuraq 6 12 eləyir. Məxrəcdəki 12 ilə ixtisara gedir və yerdə qalmış oldu 3. Gördüyünüz kimi xətti sürətin qiymətini aldıq. 3 metr bölək saniyə.